Değerli tələbələr, Windows'la bağlı olan dördüncü dərsimizi davam elətdiririk. Bu dördüncü dərsimizdə biz pəncərə növləri haqqında, mübadilə buferi haqqında və kontekst menyular haqqında danışacağıq. Birinci başlayaq elə pəncərə növləri haqqında danışmağa. Uşaqlar, pəncərə növləri bizə sual versə ki, Windows'un neçə pəncərə növü var? Deyəcəyik ki, 3 pəncərə növü var və bunlar hansılardır? Bunlardan birincisi adlanır dialoq pəncərəsi. Ki, dialoq pəncərəsi nə zaman açılır? Misal üçün, sadə bir nümunə. Deyək ki, mən nəyisə silmək istədikdə, məsələn, tutaq ki, nəyisə silmək istədikdə, bax görürsünüz, mənim üçün belə bir dialoq pəncərəsi açılır. Yəni, bax görürsünüz, dialoq aparır da mənimlə. Yəni, sual verir, silim, yoxsa silməyim? Biz buna yes-no pəncərəsi də deyə bilərik. Deməli, yenə deyirəm, bizə sual versə ki, pəncərə növləri hansılardır? Deyəcəyik ki, pəncərələrin 3 növü var və bu növlərdən birincisi adlanır dialoq pəncərəsi və ya testlərdə bunun adı dialoq pəncərəsi yox, yes-no pəncərəsi də düşə bilər. Növbəti pəncərə növü adlanır bizdə qovluq pəncərəsi. Yəni, istənilən bir qovluğun içərisinə daxil olduqda yaranan bu pəncərəyə biz qovluq pəncərəsi deyirik. Yəni, bax, bu gördüyünüz, belə deyək, qovluq pəncərəsidir. Və bir də var, üçüncü pəncərə növü tətbiqi proqram pəncərəsi. Bu da konkret bir şəkillə xarakterizə olunmur. Çünki tətbiqi proqram pəncərəsi müxtəlif olur. Məsələn, Word-ün pəncərəsi tamam ayrıdır. Məsəl üçün, Word pəncərəsi, Word-ü açaq bir dənə. Bax, bu Word-ün pəncərəsi tamam ayrıdır. Və yaxud da Excel-ə daxil olsaq, Excel-in pəncərəsi tamam ayrıdır. Və yaxud da biz Zoom-a daxil olsaq, Zoom-un pəncərəsi isə tamam ayrıdır. İndi bilmirəm, video kaydı ilə Zoom-dan aparan bu Zoom-u görə bilirsinizmi? Video kayıtda görünürmü, görünmürmü? Yəni sözümün canı budur ki, yenə deyirəm, pəncərələrin 3 növü var, hansılardır? Qovluq pəncərəsi, tətbiqi proqram pəncərəsi və ə, dialoq pəncərəsi. Dialoq pəncərəsinə yes-no pəncərəsi də deyə bilərik. Bax, bu da oldu bizdə pəncərə növləri haqqında məlumat. İndi danışırıq mübadilə buferi haqqında. Uşaqlar, mübadilə buferi yad bir anlayış deyil. Office proqramları dərsində biz mübadilə buferi haqqında zaten danışmışıq. Yəni Word-də də danışmışıq, Excel-də də danışmışıq, PowerPoint-da da və hələ o vaxtı biz o mövzuları keçəndə ki biz deyirdik ki, Office proqramların mübadilə buferində neçə obyekt saxlamaq mümkündür? Deyirdik ki, 24 obyekt saxlamaq mümkündür. Bəli, eləcə də Windows əməliyyat sistemi olan Windows 11-in də mübadilə buferi var, amma burada bir fərqliliklər var. Fərqlilik nədir? Fərqlilik Windows 11 əməliyyat sistemində mübadilə buferində yalnız bir obyekt saxlamaq mümkündür. Yəni Word-dən, Excel-dən, PowerPoint-dan fərqli olaraq Windows-un mübadilə buferində yalnız bir obyekt saxlamaq mümkündür. Yenə də copy Ctrl-C, cut Ctrl-X ilə yapışdırmaqsa Ctrl-V ilə icra olunur. Misal üçün, bax, gəlin belə göstərim. Misal üçün, mən bu faylın, deyil bu fayl, üzr istəyirəm. Bax, mən bu faylın kopyasını yaratmaq istəyirəm. Necə yaradacağım? Gəlirəm üzərinə. Bu faylı seçdim. Ya klaviaturadan Ctrl-C, yaxud da kontekst menyudan gördüyünüz kimi burada copy var. Copy-ni basacağım. Ona gəlin elə ən sadəsi Ctrl-C-ni basaq. Ctrl-C-ni bastım. Bu getdi düşdü mübadilə buferinə. İndi mən Ctrl-V-ni basıram. Görürsünüz, bax, kopyasının biri yarandı. Ctrl-V-ni basıram, biri də yarandı. Ctrl-V-ni basıram, biri də yarandı. Yana basacağım, yenə yaranacaq.
copy əməliyyatından sonra obyekt buferdən silinən ana qədər istənilən sayda yapışdıra bilərik. Yəni kopyasını yarada bilərik. Yaxşı, bufer nə vaxt silinir? Bufer o vaxt silinir ki, misal üçün mən kompüteri söndürüm, yandırım, yaxud da başqa bir obyekti, misal üçün kopyalayıb və ya cut Ctrl X düyməsini basdıqda, bu zaman axı bayaq dedik, Windows-un mübadilə buferində bir obyekt saxlamaq olur da. Biz növbəti obyekti copy və ya cut eləyəndə əvvəlki obyekt silinir. Misal üçün bariz nümunə. Tutaq ki, bax, bu faylı seçdim. İndi Ctrl-C-ni basıram. İndi Ctrl-V-ni basam da, bu görürsünüz, artıq həmin obyektin kopyası yaradılır. Yəni, yenə deyirəm, obyektin kopyasını bizə sual versə ki, Windows'da obyektin kopyasını nə qədər yarada bilərik? Mübadilə buferindən silinən ana qədər istənilən sayda yarada bilərik. Yəni, yapışdıra bilərik də, Ctrl-V eləyə bilərik. Bəs kat əmri nədir? Gəlin bu kopyaları bir də silin buradan. Kat əmri nədir? Kat əmri isə biz yer dəyişmək əmri deyirik buna. Uşaqlar, yenə deyirəm, düzdür, kat hərfi mənada tərcümədə bu Ctrl X ilə olur və hərfi mənada tərcümədə bu kəsmək deməkdir. Amma təbii ki, biz ona kəsmək yox, testlərdə də görəcəksiniz ki, yer dəyişmək deyirik kat əmrinə. Əslində haqlıyıq yer dəyişmək deməkdə. Niyə görə? Çünki bax, tutaq ki, mən bu obyekti seçdim və mən buna Ctrl-X-i bastım və yaxud da ki, kontekst menyudan gəlib, buradan da katı basa bilərəm. İndi deyək ki, mən bu obyekti seçdim və Ctrl-X-i bastım. Əvvəla nə oldu? Faylın ikonu solğunlaşdı. İndi mən bunu hara yerini dəyişmək istəyirəm, aparıb hara qoymaq istəyirəm. Məsələn, ADS Smart qovluğu var. Mən bu qovluğu açıb və indi bura bir dənə Ctrl-V-ni basıram. Görürsünüz, həmin fayl gəldi, düşdü bura. Bayaqları bu iş masasındaydı. Bax, gördüyünüz kimi indi yoxdur da burada iş masasında. Amma indi gəldi hara düşdü? İndi gəldi düşdü mənim bu istədiyim ADS Smart qovluğuna. Ctrl-V-ni bir daha da basaq. Bax, görürsünüz, basıram. Amma heç nə olmur. Niyə? Çünki kat edəndən sonra obyekti yalnız bir dəfə yapışdırmaq olar. Bax, bunun qeydini götürün, hökmən, diqqətlə, qulaq asın, qeydini götürün. Deməli, Windows'a, çünki bu Word, Excel, PowerPoint-dən fərqlidir də. Word, Excel, PowerPoint-da istər kopya eləyəndə, istər kat eləyəndə, orada obyekt mübadilə buferindən silinən ana qədər istənilən sayda yapışdırmaq olur. Amma Windows'da fərqlidir. Windows'da obyekti kopya eləyəndə, bəli, onu mübadilə buferindən silinən ana qədər istənilən sayda yapışdırmaq olar. Amma kat etdikdə onu yalnız bir dəfə yapışdırmaq olar. Diqqətli olun. Bax, bu da oldu bizdə mübadilə buferi haqqında məlumat və buferdən danışdıqca mən bir şey də sizin diqqətinizə çatdırım. Bax, bayaqları gördünüz ki, mən bu obyekti ki, kat elədim. Gəlin də bunu tezdən qaytaraq. Elə katla qaytaraq iş masasına. Yenə bu obyekti seçdim. Bax, katı bastım. Ctrl-X. Bax, görürsünüz, faylın ikonu solğunlaşdı. Elə düz məqamına düşdü. Bax, fikir versiniz, burada Sibiriz adlı bir şəkil var. Və bu şəklin də ikonu boz rəngdədir, solğun rəngdədir. Bax, indi bizə sual verəcək. Sizə elə düz məqamına düşdü. Sizə bax, belə bir sual verəcək ki, məsələn, burada bəzi obyektlər solğun rəngdə görünür. Buna səbəb nədir? Bax, burada bəzi obyektlər deyəndə bu iki də obyektdən söhbət gedir də. Bunların ikonları solğun rəngdə görünür. Və buna səbəb nədir? Uşaqlar, buna səbəb iki dənədir. Bu səbəblər hansılardır? Səbəblərdən biri ya obyektdə kat əmri icra olunub, yəni Ctrl-X icra olunub. Ya da hidden atributu tətbiq olunub. Bax, hidden atributu tətbiq olunub. Deməli, yenə deyirəm.
Əgər obyektin ikonu solğun rəngdə görünürsə, bu iki səbəbdən baş verir. Ya bu kat olub, yəni Ctrl X icra olunub, ya da hidden atributu tətbiq olunub. Məsələn, gözümüzün qabağında elədim. Bu ödəniş cədvəli Excel faylına biz kat eləyəndən sonra bunun ikonu solğunlaşdı. Amma Sibris adlanan bu fayl isə axı biz bunu kat eləməmişik. Amma buna isə bunun ikonu solğundur da. Amma buna isə hidden atributu verilib. İndi tələbə sual verə bilər ki, bəs müəllim, indi imtahanın sual çəndiri mən nə bilim bunun hansına kat olunub, hansına hidden olunub. Təbii ki, onu sən orada bilə bilməzsən, bu hansı kat olub, hansı hidden olub. Bunu bilməyin, yəni belə inanmıram sual verərlər, çünki ayırt etmək olmaz. Amma sualı belə qoya bilərlər ki, bu obyektlər niyə belə solğun görünür? İki halda. Ya kat olub, ya hidden olub. İndi sadəcə mən sizə göstərmək üçün ki, bu hansı katda, hansı hidden'dır. Bax, Sibris hidden'dır. Hidden atributu verilib. Və mən onu hardan bilirəm? Gəlib də bu faylın kontekst menüsüylə bu bir də propertiesine keçək. Və görürsünüz, hidden əmrində quşu var. Ya bu quşunu götürək buradan. Bir də OK. Və görürsünüz, həmin faylın ikonu yenidən gəldi üzərinə. Və gördüyünüz kimi. İndi yenə də Ctrl X-i basaq. Bu ödəniş cədvəlini və görürsünüz, ikon solğunlaşdı və qaytaraq yenidən iş masasına. Və belə. Və həqiqətən də gördüyünüz kimi AD Smart qovluğunda həmin o fayl daha burada qalmadı. Və belə. Ona görə biz kata yer dəyişmək deyirik də. Çünki bayaq yeri bu qovluğun içində idi. Amma indi yeri hardadır? İndi iş masasında. Bir də mübadilə buferi ilə bağlı sizə belə sual da düşə bilər. Və necə sual düşə bilər? Belə sual düşə bilər ki, sizə fraqment verər və bu fraqmentdə paste əmrinin vəziyyətinə baxacağıq. Yenə deyirəm, bizə fraqment verər və bu fraqmentdə, kontekst menü fraqmentində biz paste əmrinin vəziyyətinə baxacağıq. Əgər paste əmrinin vəziyyəti, belə deyək, ə, tünd rəngdədirsə, biz deyəcəyik ki, sonuncu icra olunan əməliyyat, belə deyək, copy'dir. Yox, əgər paste əmri boz rəngdədirsə, onda deyəcəyik ki, sonuncu icra olunan əməliyyat olmayıb, yəni nə kat olub, nə copy olub. Şalaba bir daha vurğulayıram sizə. Əgər, və diqqətlə qulaq asın. Əgər bizə verilən kontekst menyuda paste və paste shortcut bu iki düymə varsa və tünd yazılıbsa, sonuncu icra olunan əməliyyat copy əməliyyatıdır deyirik. Yox, əgər mən bu obyekti seçib Ctrl X bassam ki, öz gözümüzün qabağında bastım da, katı bastım. İndi gedək kontekst menüyə baxaq. Görürsünüz, paste shortcut əmri yoxdur. Ancaq bir dənə paste əmri var. Və ola bilər ki, sizə verilən kontekst menyuda paste shortcut əmri də olar. Amma o əmr solğun rəngdə yazılmalıdır. Yenə deyirəm, baxın. Copy əməliyyatında mübadilə buferi, daha doğrusu copy əməliyyatında kontekst menyuda paste və paste shortcut əmrləri ikisi də tünd və aktiv rejimdədirlər. Yox, əgər bizə verilən kontekst menyuda yalnız paste əmri varsa və yaxud da həm paste əmri var, həm paste shortcut əmri var, amma o paste shortcut əmri solğun yazılıbsa, paste aktiv tünd yazılıb, amma paste shortcut solğun yazılıb. Bu o deməkdir ki, sonuncu icra olunan əməliyyat kat əməliyyatı olub. Yox, əgər, məsələn, indiki vəziyyətə baxaq, açılan kontekst menyuda paste əmri, görürsünüz, boz rəngdədir. Bu o deməkdir ki, mübadilə buferi boşdur.
Yəni nə kat olub, nə kopya olub. Bir daha vurğulayıram. Əgər bizə verilən kontekst menyuda, bax, kopyalayıram, bax, Ctrl C-ni bastım. İndi kontekst menyuya baxaq. Bizə verilən kontekst menyuda paste və paste shortcut əmrləri var. Və görürsünüz, ikisi də aktiv düymədir. Bu kopidir. Sonuncu icra olunan əməliyyat kopya olub. Ya biz kat eləsək, indi kontekst menyuya baxaq. Katda görürsünüz necədir? Paste əmri aktivdir. Amma sizə verilən imtahan şəklində birdən paste əmri olar və paste shortcut əmri də olar. Amma paste shortcut əmri mütləq şəkildə orada boz rəngdə yazılmalıdır. Bu halda bu kat əmridir. Yəni sonuncu icra olunan əməliyyat kat olur. Yox, əgər belə deyək, paste əmrinin özü deaktiv haldadırsa, yəni belə boz rəngdədirsə, onda deyirik ki, mübadilə buferi boşdur. Yəni heç bir əməliyyat icra olunmayıb. Nə cut, nə copy, nə də paste əməliyyatı icra olunmayıb. O belə. Bu da oldu mübadilə buferi haqqında məlumat. İndi danışırıq kontekst menyular haqqında. Kontekst menyular əslində biz 3 kateqoriyaya bölürük, amma bu bölgüləndirmə elə də düz sayılmaz. Niyə görə? Çünki bir çox şeyin kontekst menyusu var. Hətta tapşırıqlar panelinin kontekst menyusu var, baş menyunun kontekst menyusu var. Yəni ona görə düzdür biz testlərə görə 3 kateqoriyaya bölürük, amma bölmək düzgün sayılmaz. Kontekst menyular əsasən hansılardır? Var iş masasının kontekst menyusu, var faylın kontekst menyusu, bir də var qovluğun kontekst menyusu. Yenə deyirəm, iş masasının kontekst menyusu var, qovluğun kontekst menyusu var və faylın kontekst menyusu var. Amma bu o demək deyil ki, tapşırıqlar panelinin kontekst menyusu deyilən bir şey yoxdur və yaxud da baş menyunun kontekst menyusu deyilən bir şey yoxdur. Təbii ki, bunlar da var. Amma yəni əsas biz izahən iş masasının, qovluğun və faylın kontekst menyusundan danışırıq. Bəs yaxşı, kontekst menyunu necə açmaq olar? Kontekst menyunu açmağın ənənəvi və standart yolu mouse'un sağ düyməsidir. Və mouse'un sağ düyməsini basıram. Gördüyünüz kimi kontekst menyu açıldı. Yaxşı, bəs başqa yolu nədir? Başqa yolu klaviaturadan Shift F10 kombinasiyasını icra eləməkdir. Bax, Shift F10'u basıram, yenə də kontekst menyu açılır. Və digər bir yol isə hər bir klaviaturada ən aşağı cərgədə kontekst menyu düyməsi olur. Bax, həmin o kontekst menyu düyməsini ekran klaviaturasından əfsuslar olsun ki, göstərə bilməyəcəm. Çünki bu görürsünüz, ekran klaviaturasında yoxdur. Deyəcəm yerini sizə. Çox güman ki, bütün klaviaturalar demək olar ki, eyni şeydir də. Klaviaturanızda ən aşağı cərgədə sağ tərəflərdə Alt və Ctrl düymələri arasında bax belə bir düymədir. Onun bir də ikonunu çəkim sizə. Bax belə bir düymədir və o düymənin içərisində belə 3 dənə belə sətr olan bir şey var. Bax bu düyməni basanda da kontekst menyu açılır və biz buna kontekst düymə deyirik. Deməli, yenə deyirəm, bizə sual versə ki, kontekst menyu neçə cür açılır? Deyəcəyik 3 cür. Ya Shift F10 kombinasiyası ilə, ya mouse'un sağ düyməsi ilə, yaxud da klaviaturadan kontekst düymə ilə. Başlayaq iş masasının kontekst menyusu haqqında danışmağa. İş masasının kontekst menyusunun birinci əmri View əmridir. Və bu View əmrində iş masasında olan obyektlərin görünüş rejimləridir. 3 dənə görünüş rejimi var. Large icon, medium icon və small icon. Hə, yadınıza gəlir. Kontrol panel haqqında danışanda bu qovluq haqqındakı əvvəlki video dərsimizdə danışdığı bu qovluğun da 3 dənə görünüş rejimi var idi. Amma bu qovluğun görünüş rejimi kateqori large icon, small icon idi. Malı mala qatmayın ha, diqqətli olun. Bu kontrol panelin görünüş rejimidir.
Amma iş masasındakı olan obyektlərin görünüş rejimi də 3 dənədir. Amma bunlar large ikondur. Bax görürsüz? Large. Bunlar medium ikondur. Bax belə. Bir də var, deməli small icon. Bir də var belə. Sonra view bəndində burada var bizdə after arrange icon. After arrange icon nədir? After arrange icona indi bax görürsüz mənim iş masamda bax 3 dənə obyekt bu tərəfdədir. Və yaxud da ki birini də götürdüm, getdim qoydum bura. Birini də götürdüm, getdim qoydum bura. Və görürsüz səpələnib də obyektlər. Amma mən gəlib bax view bəndində after arrange icona quş qoysam, və görürsüz, bütün obyektlər yığıldı hara? Ekranın sağ yarım, daha doğrusu sol yarım tərəfinə. Da gördüyünüz kimi. Və hətta bundan sonra mən obyekti tutub, bax, görürsüz, aparmaq istəyirəm ki, gəlməyinə, görürsüz, gəlmir. Deyirəm, gəl deyəm burada, bax, görürsüz, gəlməyəcək. Çünki after arrange icon iş masasındakı olan obyektlərin nizamlı düzülüşünü təşkil edir. Bundan quşu götürsək, indi hara istəyirsən apara bilərsən. Bax, istəyirsən get qoy burada. Bir də var, bax, align icon to grid. Və hal-hazırda bu rejim aktivdir ki, bax, düzlənən bu obyektlər necə səliqəli düzlənir. Yəni, bax, görürsünüz, sanki bunu bir cədvəl gözü ilə baxsaq, və bu cədvəlin xanaları və bu obyektlər görürsünüz, o xanaların içərisindədir. Amma indi əgər mən quşu götürsəm bu funksiyadan, məsələn, bu qovluğu gətirib buna daha da yanaşı qoya bilərəm. Bu yarlığı gətirib buna daha da yanaşı qoya bilərəm. Bu qovluğu gətirib deyib, buralara bir yerə qoya bilərəm. Bax, görürsünüz burada. Aləm dəyib bir-birinə. Bu cür görünüş yaxşıdır sizcə? Yox, təbii ki. Ona görə də məsləhətdir ki, elə həmişə də bu rejim, yəni cədvəl sıra düzülüşü rejimi aktiv olsun. Ki, yəni istəyəndə belə mən bu obyekti buna daha yaxın saxlayım, mümkün olmayacaq, dayanmayacaq. Sonra view bəndində burada var show desktop icon. Show desktop iconu hal-hazırda quş işarəsi var deyə iş masasındakı bu obyektləri görürük. Əgər mən buradan quşu götürsəm, və görürsünüz, adamın ürəyi partlamaya düşər ki, ayda mənim obyektlərim hara getdi? Mənim qovluqlarım, fayllarım. Narahat olmayın. Gəlin kontekst menyudan view bəndindən show desktop iconu bir də quşunu qoyuruq. Yenidən həmin obyektlər gəldi ekrana. Sonra burada sort by var. Sort by ilə nə edə bilərik? İş masasındakı obyektləri çeşidliyə bilərik. Adına görə, ölçüsünə görə, tipinə görə və son düzəliş tarixinə görə. Misal üçün, bax, size ölçüsünə görə düzəliş versəm, birinci, bax, böyük həcmli fayldan, bax, belə, görürsünüz, bax, belə düzüldülər. Bax, birinci fayllar gəldi ölçüsünə görə. Sonra yarlıqlar gəldi ölçüsünə görə. Sonra qovluqlar gəldi ölçüsünə görə. Bax, belə. Və yaxud istəsəm, buradan, belə deyək, tipinə görə düzə bilərəm. Bax, tipinə görə görürsünüz, birinci sistem qovluqları gəldi. Sonra istifadəçi qovluqları, sonra fayllar, sonra qısa yollar, sonra arxiv qovluğu. Yəni, indi də tipinə görə düzdür. Bax, belə. Sonra uşaqlar, burada var refresh və ya klaviatura qısa yolu F5-dir. Yəni, funksional F5 düyməsi. Biz refresh-lə, sadəcə əməliyyat sisteminin, daha doğrusu RAM-ın, əməli yaddaşın yenilənməsini həyata keçirə bilirik. New bəndində burada iş masasına yeni obyektlər əlavə edə bilərik. Necə yəni iş masasına yeni obyektlər əlavə etmək? Obyekt biz ötən video dərsimizdə, ikinci video dərsimizdə danışmışdıq da. Windows'un obyektləri hansılardır? Fayllar, qovluqlar, qısa yollar. New bəndindəydi. Burada qovluqlar, fayllar, müxtəlif tip məzmunlu burada fayllar var və qısa yollar yarada bilərik. Bax belə. Display setting ekranın tənzimləmələridir. Və biz ekran tənzimləmələrində, məsələn, burada ekranın parlaqlığını artırıb azalda bilərik. Ondan sonra, bax, gördüyünüz kimi burada night light var. Bu telefonlarda da var, bilirsiniz ki, gecə rejimini yandırmaq.
gece rejimi yanında avtomatik olaraq ekranın ə, belə deyək, işıq çaları da dəyişir. İndi hal-hazırda mən 10 rejiminə keçirtdim. İndi siz video dəstə bilmirəm, yəqin ki, bunu görmürsüz. Ekran belə deyək, daha sarı rəngdə görünür mənim üçün hal-hazırda. Göz yorğunluğunu artırmamaqdan ötürü və night light rejimini yandırıb söndürə bilərik. Sonra color profile bölməsinə keçməkdən isə burada artıq özümüz şəxsi bizim öz belə deyək gözümüzə uyğun olan müxtəlif rəng çalarlarında. Məsəl üçün elə adam var ki, onun gözünün belə deyək tünd mavi rəngdə baxanda ekranı daha xoşuna gəlir və yaxud da ki belə deyək açıq sarı rəngdə ona daha xoş gəlir. Yəni artıq buradan həmin o rəngləri bax belə ayarlaya bilərik. Ondan sonra burada var bizdə HDR rejimidir. Bu rejim haqqında ehtiyac yoxdur bu rejim haqqında danışmağa. Daha sonra burada var bizdə deməli scale rejimi. Scale nədir? Scale bu bilirsiniz nədir uşaqlar? Gəlin bunu sizə belə başa salım. Bax, normalda bizim valideynlərimiz hər zaman bizə gəlir deyir ki, bəs ay oğul, bunu elə, telefonda bu yazıları görmürəm də, balaca-balacadır, xırda-xırdadır. Bunu elə biraz böyük görüm də. Bax, o budur. Windows'da o budur. Yəni, bax, misal üçün mən əgər 100%-ə qoysam, bax, burada yazılar da, bax, görürsünüz, bax, kiçildi. Bax, fikir verin. Əgər mən gəlib burada 125 qoysam, bax, bir qədər böyüdü. Və gəlib qoyub 150 qoysan və özdə görürsünüz 150-nin qabağına recommend yazıb ki, tövsiyə olunan budur. Çünki sən 175-ə qədər artıra bilərsən, amma 175 bəzi proqramlarda dəstəkləməyə bilər. Yəni bəzi proqramlara girəndə o qədər böyük-böyük yazar ki, o funksiyalar heç aləm dəyər orada bir-birinə. Ona görə elə 150% daha recommend uyğundur. İndi məndə burada 150% mənə görə recommend yazıb. Ola bilər ki, sizin kompüterinizin ekranı daha böyükdür və sizin kompüterinizin ekranı böyük olduğuna görə sizdə 175%-ə recommend yazın. Yəni bu artıq individual bir şeydir. Sonra ekranın buraxma qabiliyyəti, yəni ekran ölçülərini nizamlaya bilərik. Mən məsəl üçün 1280-in 768-ə qoysam, fikir verin, ekran bir qədər balacalaşdı mənim üçün. Və yaxud buradan gəlib dəyişib ekran ölçüsünü 1400-ün 1050-yə qoysaq, və görürsünüz, ekran daha da mənim üçün darlaşdı. Yəni, ekran ölçülərini dəyişə bilərik. Sonra ekranın orientasiyasını, yəni də hal-hazırda landscape, albom rejimində görünür. Yəni, üstəsi portretdə. Bu belə kitab rejimində də görünüşünü təmin edə bilərik. Bu adətən portret rejimi o notebooklarda keçərlidir ki, misal üçün, da bilirsiniz, bilmirəm yoxsa yox, elə notebooklar var ki, onların monitoru belə deyək, klaviaturadan rahat şəkildə ayrılır və sonra onu planşet kimi də məsələn istifadə etmək olur. Və o zaman artıq gəlib onu portret rejiminə buradan keçirdə bilərik. Və salam, yəni qəbula sizin üçün düşə biləcək əsas funksionallıq bunlar idi. Və bir də burada multiplay display var. Bu da indi hal-hazırda məndə aktiv olmayacaq, çünki mən bir ekran üzərindən danışıram. Bu multiplay display bilirsiniz nədir? Bu mühafizə strukturları var ya, hansı ki, hər bir müəssisənin mühafizəsi və ora girəndə fikir vermisiniz, mühafizə işçilərinin belə deyək, monitorları daha böyükdür və 3 dənə belə monitor yanbayan bir çox monitorda eyni məlumatı əks elətdirmək üçün bu multiplay displaydən istifadə olunur. Və belə. Bu da oldu. Display settings haqqında məlumat qəbula düşəcək. Əsas vacib hissələr haqqında danışdıq. Sonra burada var bizdə deməli personalize. Personalize nədir? Personalize isə iş masasını fərdiləşdir. Necə yəni fərdiləşdir? İş masasını fərdiləşdir deyəndə bax artıq biz iş masasının arxa fonuna şəkillər tətbiq eləyə bilərik. Daha sonra həmin iş masasının belə deyək tapşırıqlar paneli ki var. Bax bu gördüyünüz tapşırıqlar paneli. Bu tapşırıqlar panelinin rəngini dəyişə bilərik. Bax, Choose Your Mode bölməsində və görürsünüz, burada dark qoya bilərəm.
Bax görürsüz? Həm ekranın arxa fon, pəncərə daha doğrusu ekranı deməyək, pəncərənin arxa fonu tünd rəngdə oldu, həm tapşırıqlar paneli tünd rəngdə oldu. Misal üçün custom qoyanda artıq burada özümüz seçirik də. Hansı ki proqramlarda bu light görünsün, yoxsa dark görünsün, yoxsa Windows'un özünün light və ya dark görünməsini təmin edə bilərik. Bax görürsüz, ə, pəncərənin özü tünd rejimdədir, amma görürsüz tapşırıqlar paneli ağ rejimdə qalıb yəni. Bax belə. Ə, bax bu da oldu bizdə. Deməli personalization bölməsində bax bu colors əmri. Sonra burada transparency effekt var. Transparency effekt nədir? Bax hal-hazırda bu on rejimindədir. Bax bu bilirsiniz nə deməkdir? Gəlin mən bir də bunu light rejiminə keçirdim. Onu orada daha yaxşı görəcəksiniz. Bax fikir verin. Tutaq ki, bax, mən hər hansısa bir pəncərə açım və bu açılan pəncərə bax transparent effektə malikdir. Bax fikir verin. Bax indi mən gəlib buradan transparent effekti söndürsəm, ki bax söndürdüm. Bax misal üçün artıq bax həmin effekt itdi. Bax bilmirəm onu indi buradan tuta bilirsiniz, görə bilirsiniz yoxsa yox. Bax baş menyunu açmışam. Bax fikir verirsiniz bu baş menyunun arxası görünmür də. Yəni transparent effekt kimi görünmür. Amma indi əgər mən gəlib bunu yandırsam, bax, indi fikir verin. Tapşırıqlar paneli, bax görürsüz? Bax, bu pəncərəyə fikir verin, bax görürsüz? Arxası bax, bu pəncərənin arxasındakı bax, rəylər, bax, bu rəylərdir də. Görürsüz? Pəncərənin arxasındakı rəylər. Bax görürsüz? Həmin o transparent effekt buradan görünə bilir yəni. Yəni ümid edirəm ki, başa düşdünüz mən nə demək istəyirəm. Sonra burada color var. Colordan məsələn nə edə bilərik? Buradan da pəncərə o başlıqlarının rəngini dəyişmək üçün istifadə edə bilərik. Məsəl üçün pəncərə başlıqlarının rəngini dəyişmək istəyəndə, bax məsəl üçün bax görürsüz burada pəncərə düymələri var ki, bax düymə görürsüz, bax bənövşə rəngdə görünür. Mən məsəl üçün gəlib buradan dəyişib bu rəng qoysam, bax fikir verirsiniz, artıq burada da həmin o dəyişmiş olacaq. Bax belə. Daha sonra nə etmək olar? Personalization əmri ilə. Burada temalar tətbiq edə bilərik. Və bu temalar bölməsinə daxil olanda burada mouse'un kursoruna qədər gəlib dəyişə bilərik. Mouse'un kursorunun formasına qədər gəlib dəyişə bilərik. Məsəl üçün mən mouse'un kursorunu daha böyük görmək istəyirəm. Mən mouse'un kursorunu kiçildə bilərəm. Və yaxud mouse'un burada müxtəlif kursor şəkilləri var. Məsəl üçün mən mouse'un kursorunu belə istəyirəm. Belə istəyirəmsə, düzdür, mən indi hal-hazırda belə istəmirəm. Bunu istəsəm browse basıb, yəni sonra seçim eləyib, onu belə deyək, təyin edə bilərəm. Yəni belə. Ondan sonra buradan bir dəqiqə yenə personalization girdim. Hə. Daha sonra tema bölməsində nə edə bilərəm? Sistem səslərini dəyişə bilərəm. Yəni ekranda məsələn xətalar gələndə hansı səs səsləndirilsin, bax. Görürsüz, burada müxtəlif səsləri test eləyib. Hansı səsi istəsəm, o səsi tətbiq eləyə bilərəm. Sonra burada bayaqlarda əvvəlki video dərsimizdə dediyi sistem qovluqlarının görünüb görünməməsi. Həmin o sistem qovluqlarının görünüb görünməməsini fərdiləşdirə bilərəm. Sonra personalization bölməsində burada dynamic lighting bölməsi var ki, bax bu dynamic lighting bölməsi ilə də biz belə deyək, dinamik işıqlandırmanı aktiv deaktiv edə bilərik. Bu müxtəlif günün saatlarına uyğun olaraq və şəraitə uyğun olaraq, necə ki, bizim telefonlarımız biz çölə çıxanda axı gün işığı düşür deyə telefonun ekranı daha da işıqlanır ki, biz gün işığında daha rahat görək. Burada da həmçinin gün işığında istifadə edəndə kompüteri ekran parlaqlığı daha da artacaq. Amma daha biraz kölgəli yerdə istifadə edəndə parlaqlıq bir qədər azalacaq. Bax belə. Ondan sonra burada görək başqa nə var burada danışılası. Hə, lock screen var. Hansı ki lock screen nədir? Kilit ekranı. Hansı ki indi mən
Kilit ekranına qoymaq istəmirəm. Bilmirəm, e, Zoom bunu çəkərmi, çəkməzmi? Gəlin bir daha yoxlayaq. Bax gördüyünüz kimi kilit ekranıdır, amma bilmirəm Zoom bunu çəkir, çəkmir, amma mən bilən çəkmir. Bircə dəqiqə mən bilən çəkmir. Və bax bu kilit ekranının misal üçün biz şəklini dəyişə bilərik. Misal üçün ekran açılanda başqa şəkil olsun, amma kilit ekranında başqa şəkil olsun. Kilit ekranında nələr görünsün, hava haqqında məlumat mı görünsün, görünməsinmi? Ondan sonra ekran qoruyucusu. Misal üçün əgər biz kompüterdən bir 5-10 dəqiqə istifadə etməsək, bu zaman ekran qoruyucuları ekrana gəlsin. Və burada müxtəlif ekran qoruyucular var. Məsəl üçün, bax, burada bubble qoysam, əgər mən 5-10 dəqiqə, məsəl üçün, wait 1 dəqiqəni mən, məsəl üçün, qoyuram 10 dəqiqə. Əgər 10 dəqiqə mən ekrana toxunmasam, 10 dəqiqə ekran belə bombalan boş qalsa, 10 dəqiqədən sonra artıq ekran qoruyucusu təyin elədiyim, bax, bu bubble, bax, bu köpüklər ekrana dolmağa başlayacaq. Və yaxud konkret hansı bir yazı yaza bilərik. Misal üçün, indi burada Windows'dur yazı olaraq. Mən misal üçün Windows istəmirəm yazsın. Mən istəyirəm yazı yazsın. Məsələn, Nicat. Gördüyünüz kimi, məsələn, mən istəyirəm Nicat yazsın. Bu belə. Və indi gördüyünüz kimi Nicat yazacaq. Və sair axır. Yəni ekran qoruyucuları da belə tətbiq eləyə bilərik. Daha sonra personalize bölməsində burada artıq şriftlər, bu start menyusu, daxil edə biləcəyimiz mətnlər haqqında, bunlar artıq lazım deyil. Yəni qəbul proqramı deyil. Ona görə də bu hissə haqqında danışmırıq. Amma start menyusu və tapşırıqlar paneli haqqında biz növbəti video dərsimizdə zaten danışacağıq. Bax, bu start menyusu haqqında biz bu barədə danışacağıq. Startı biz keçdiyimiz növbəti dərsimizdə. Sadəcə bu dərsin video kaydını uzatmaq istəmirəm və bu mövzunu bir qədər də qəlizləşdirmək istəmirəm. Çünki start haqqında biz növbəti video dərsimizdə danışacağıq. Bax, bu da oldu iş masasının kontekst menyusundan personalize əmri haqqında məlumat. Yəni personalize biz nə etdik? Ekranı fərdiləşdirdik. Ekranın şəklini dəyişə bilərik, tema qoya bilərik, kilit ekranının ayrıca şəklini dəyişə bilərik. Ondan sonra iş masasında sistem qovluqlarının görünüb görünməməsini, dinamik işıqlandırmanı söndürüb yandıra bilərik və s. Bax, bu ekranın fərdiləşməsi adlanır və bu da oldu iş masasının kontekst menyusu haqqında məlumat. İndi danışırıq faylın kontekst menyusu və qovluğun kontekst menyusu haqqında. Gəlin faylın kontekst menyusunu biz hansısa bir qovluğun içərisindəki konkret bir fayldan danışaq. Və misal üçün belə bir fayl var və indi mən bu faylın kontekst menyusunu açıram. Ya Shift F10-u basmaqla, ya klaviaturadan kontekst düyməni basmaqla, yaxud da mausun sağ düyməsində. Kontekst menyunu açdım. Açılan kontekst menyuda burada kontekst menyunun bax bu Quick Access cəld müraciətlər hissəsində daha tez-tez istifadə etdiyimiz cut əmri var, yəni kəsmək. Copy əmri var, yəni kopyalamaq. Rename əmri var, faylın adını dəyişmək. Hansı ki, biz bunu F2 ilə də edə bilərdik. Və ya mouse'un sol düyməsini bu faylın adının üzərində fasilələrlə klikləməklə də edə bilərdik. Şeirlə biz bu faylı belə deyək, paylaşa bilərik. Və delete-lə isə bu faylı silə bilərik. Yəni cəld müraciətlər hissəsində bu düymələr öz əksini tapıb. Open hissəsində biz bu faylı aça bilərik. OpenViz-lə isə biz belə deyək də, OpenViz-lə görürsünüz, bu Word faylıdır. Mətn faylıdır. Əgər mənim kompüterimdə mətn faylını aça biləcək başqa bir proqram varsa, ki, bax görürsünüz, Choose Another App var. Seçirəm bunu. Mən bu faylı aça biləcək notepadim var. Misal üçün, mən istəsəm notepadlə bu faylı aça bilərəm. Və yaxud da aça biləcəyim başqa bir proqram yoxdursa kompüterimdə, bu zaman Search the Microsoft Store, Microsoft mağazasına daxil olub, bu faylı aça biləcək digər alternativ proqramlar yükləyib, növbəti dəfələrdə mən artıq bu faylı Word-lə yox, misal üçün, istədiyim həmin o
proqramla aça bilərəm. Yüklədiyim proqramla aça bilərəm. Send to my phone bölməsini basanda isə indi hal-hazırda bu bizdə belə deyək işləməyəcək. Çünki mən öz telefonumu kompüterə tanıtdırmamışam. Bunu biz növbəti dərsdə izah eləyəcəyik. Telefonu, mobil telefonu kompüterə necə tanıtdırmaq olar? Bax, bariz nümunə kimi daha doğrusu start menüsünə girəndə və startda görürsünüz burada access your mobile device. İster Android markalı, ister iPhone markalı biz telefonu bura tanıtdıra bilərik. Yəni bunu biz əgər tanıtdırsaq, biz bunu növbəti dərs bir yerdə tanıtdıracağıq. Tanıtdırsaq, bu zaman faylı rahatlıqla biz bu gözsüz tanıtdırmamışam deyə avtomatik olaraq mənə deyir ki, tanıtdır. Android yoxsa iPhone-da sənin telefonun. Əgər iPhone-u seçsək, biz bu QR kodu iPhone-umuzun kamerası ilə oxutdurmaqla artıq telefonumuzu kompüterimizə bağlamış olacağıq və rahat şəkildə kompüterdəki faylı telefona ötürə bilərik rahat şəkildə. İndi bunu gələndəsi eləyəcəyik. Yəni send to my phone bölməsi ilə biz faylı birbaşa rahat şəkildə telefona ötürə bilərik. Share with-lə isə biz artıq bu faylı bulud yaddaşa yükləyə, WhatsApp-la göndərə, yenə buradan öz mobil telefonumuza göndərə bilərik. Microsoft Teams proqramı ilə paylaşa bilərik. Copilot hansı ki süni intellekt zəkasına və ChatGPT əsaslı olan bu Copilota yönəldə bilərik. Yəni add to favorites bölməsi ilə biz favorit qovluğu var idi. Yadınıza gəlirsə, əvvəlki video dərsimizdə biz user qovluğu haqqında danışdıq və həmin o user qovluğunda gəlin bir dəqiqə baxaq. Bax, həmin o user qovluğu var idi, Nicat Barımov adlı. Nicat Barımov qovluğunun içərisində favorit qovluğu var idi. Biz favorit seçdiyimiz həmin fayllar gəlib, həmin bu favorit qovluğuna gəlib, üzr istəyirəm, düşmüş olacaq. Mən hansı qovluqdan danışırdım? Onun yerini itirdim. İki dəqiqə. Yenidən qaydaq həmin qovluğa. Hə. Deməli, favoritinə biz faylı sevimli qovluğa daşıya bilərik. Compress to vasitəsilə biz bunu arxivləşdirə bilərik. Zip-lə, 7-zip faylı ilə, tar faylı kimi. Bax, gördüyünüz kimi bu fayl genişlənmələri zaten arxiv fayl genişlənməsidir. Sonra copy as pass düyməsi vasitəsilə nə edə bilərik? Bu faylın ünvanını kopyalaya bilərik. Bax, copy as bu oxuya bilmirəm, üzr istəyirəm. İndi biraz gülməli səslənsə, copy as pass deyirəm mən buna. Bir də bunu basaq. Yəni bu nə deməkdir? Gedib bir də Word açaq. Yəni bu faylın ünvanını, location'ını biz kopyaladıq. Bax, indi bir daha Ctrl-V. Və gördüyünüz kimi FHK sədrinin təyin edilməsi .docx adlı bu fayl harda yerləşir? 50 nəfərdən az qovluqda. Bu 50 nəfərdən az qovluğu mülki müdafiə 2025 qovluğunda. Bu özü iş masasında. İş masasının Eni Bayramov adlı istifadəçi hesabı qovluğunda. Bu da users qovluğunda və nəhayət C diskində yerləşir. Yəni faylın yerləşmə yerini biz yəni həmin o ünvanının kopyasını istəsək yarada bilərik. Götürə bilərik. Sonra burada var bizdə new bəndi ilə biz belə deyək, bu qovluqda yenə yeni bir qovluq, yeni bir yarlıq və fayl əlavə edə bilərik. Və bir şey də deyim sizə, gəlin bu faylı bir dənə keçirdək elə iş masasına. Bax, burada properties var. Bu qovluqdan çıxaq bir dənə. Buradakı bu properties var. Biz bu properties vasitəsilə bu faylın parametrlərinə baxa bilərik. Yəni bu faylın parametrlərində bu fayl adı nədir, hansı proqramla açılır. İstəsək bu proqramı dəyişə bilərik. Yəni növbəti dəfədən artıq bunu Word-lə yox, məsələn artıq Notepad-lə açsın və bunu set default eləməklə, yəni artıq növbəti dəfələrdən bunu Word-lə daha doğrusu Notepad-lə açsın. Bu yaddaşda nə qədər yer tutur, nə vaxt yaradılıb, nə vaxt axırıncı dəfə redaktə olunub, buna müxtəlif read-only və ya hidden atributu verə bilərik. Bax, yəni bax bu cür belə deyək, xarakteristikaları ilə
tanış ola bilərik. Sonra kontekst menüdə burada Ask Copilot var. Deyək ki, bu faylı Copilot süni intellekt zəkasına yönləndirib bu fayl haqqında Copilotdan nəsə soruşa bilərik. Edit in Notepad, yəni Notepad rejimində Notepad proqramı ilə bunu açıb və bu faylın üzərində belə deyək, düzəliş eləyə bilərik. Bir daha açsın. Bax, düzəliş eləyə bilərik. Sadəcə bax, indi gördüyünüz kimi bu ona görə belə ilan qurbağa açdı ki, Notepad proqramı ASCII kod sistemi ilə işlədiyinə görə buradakı olan bəzi simvollar, bəzi hərflər Notepad-də dəstəkləmədiyinə görə ona görə orada belə ilan qurbağa rejimində açıldı. Çünki Notepad proqramı ASCII kod sistemi ilə çalışır. Bu fayl isə Unicode kod sistemi ilə yığıldığına görə ona görə də buradakı simvollar həmin o Notepad-də açılanda bax belə qarma-qarşılıqlıq düşür. Show More Options-a girməklə isə bu əvvəlki ənənəvi kontekst menunu açır. Yəni Windows 10-da kontekst menyu, faylın kontekst menyusu belə idi. Yəni bir var Windows 11-ə xas olan faylın kontekst menyusu açılır. Bir də var Show More Options-a girməklə isə Windows 10-u, yəni Windows 10 əməliyyat sisteminə xas olan kontekst menyu açılır. Zaten buradakı, yəni Windows 10 üçün açılan kontekst menyudakı bax bu düymə, bu əmrlər onsuz da elə burada da var idi da. Yəni Windows 11 üçün açılan daha komplektləşdirilmiş, daha yığcamlaşdırılmış versiyada da var. Eləcə də Show More Options-ı basmaqla açılan bu uzun-uzadı versiyada da var. Və burada 5 nüansı sizə qeyd edeyim. Bizə sual versə ki, faylın kontekst menyusunda olub, amma qovluğun kontekst menyusunda olmayan əmrlər hansılardır? Yəni, zəhmət olmasa dərsə qulaq asanlar bunu mütləq qeyd eləsinlər. Bu hansıdır? Edit, New, Print və OpenWiz. Deməli, indi qovluğun kontekst menyusu haqqında danışanda özünüz görəcəksiniz. Deməli, faylın kontekst menyusunda olub, qovluğun kontekst menyusunda olmayan əmrlər hansılardır? Yenə deyirəm, edit, new, print və OpenWiz. Bu niyə yoxdur? Yəni, faylın kontekst menyusunda var, amma qovluğun kontekst menyusunda niyə yoxdur ki? Çünki qovluğa düzəliş eləmək olmur. Qovluğun öz kontekst menyusundan yeni qovluq yaratmaq olmur. Qovluğun çap eləmək olmur və qovluğu alternativ hər hansısa bir proqramı yoxdur ki, biz qovluğu alternativ başqa bir proqramla açaq. Düzgün Word faylını istəmirəm Word proqramı ilə açım, istəyirəm misal üçün Notepad-dan açım. Aça bilərəm. Amma qovluğu mən istədim, istəməyimlə deyil axı. Qovluğu açan ilə bir də File Explorer proqramı var. Elə ancaq o ilə aça bilərik. Yəni alternativi olmadığına görə qovluğun kontekst menyusunda OpenWiz düyməsi yoxdur. Bir də bu Windows 10 üçün açılan bu faylın kontekst menyusunda deyə bilərsiniz ki, müəllim, bəs bu Dabavit arxiv bu WinRAR-dır, yəni faylı arxivləşdirmək üçündür. Bu qalan burada bir 2-3 dəyişik bunlar lazım deyil sizə. Scan with Cortex funksiyası lazım deyil sizə. Yəni elə şeylər var ki, bunlar lazım deyil deyə. Yəni mənim kompüterimə quraşdırılan proqramlardan dolayı kontekst menyuya artırılmış bəndlərdir deyə. Ona görə bəzi şeyləri burada üstündən keçirəm, danışmıram. Give access to bölməsi haqqında danışsam, bax bu give access to bölməsi, bax faylın Windows 11 üçün açılan kontekst menyusunda yoxdur, amma Show More Options eləyib Windows 10 üçün açılan kontekst menyusunda var və bu Give Access to nədir? Deyək ki, mənim kompüterim əgər bir lokal şəbəkədədirsə və bu lokal şəbəkədə axı başqa kompüterdən mənim kompüterimin içərisinə girib görə bilərlər. Mən onun lokal şəbəkədə görünüb görünməməsini təmin edə bilərəm. Remove access eləsəm, artıq buna misal üçün hansısa bir iş yoldaşım mənim kompüterimin içərisinə girib bu faylımı artıq tapa bilməyəcək, görə bilməyəcək. Çünki mən buna əl yetərliliyi, yəni buna müraciəti söndürdüm artıq ona görə. Sonra cut, copy bu heç, bu elə zaten Windows 11 üçün özünə xas olan, bax bayaqki yığcam komplektləşdirilmiş versiyada da var idi.
Bir də Windows 10-u və ona məxsus olan kontekst menyuda da var. Quick Shortcut bu yarlıq qısa yol yaratmaqdır. Delete silməkdir, rename adını dəyişməkdir. Properties isə elə xüsusiyyətlərdir. Zaten bu xüsusiyyətlərə Windows 11-in özünün yığcamlaşdırılmış kontekst menyusundan da keçid edə bildik. Bax bu faylın kontekst menyusuydu. İndi danışırıq qovluğun kontekst menyusundan. Sonra qovluğun kontekst menyusu da demək olar ki, elə faylın kontekst menyusunun eyni şeydir. Demək olar ki, bax görürsüz, kat elə faylın kontekst menyusunda da var, qovluğun kontekst menyusunda da var. Ondan sonra copy faylda da var, qovluqda da var. Rename də həmçinin, bayaq fayl üçün danışdım. Burada da eyni şeydir. Delete də həmçinin. Bax, burada open var, qovluğu açmaq əmri. Sonra burada var Pin to Quick Access. Qovluq pəncərələrini ki biz danışacağıq növbəti dərsimizdə, növbəti video dərsdə. Qovluq pəncərələri haqqında danışanda uşaqlar, qoyun elə göstərim. Bu qovluq pəncərələrində bax bu hissə ki var, bu hissə Quick Access-dir. Quick Access nədir? Cəld müraciətlər hissəsi. Ki biz hərəkət panelində bu cəld müraciətlər paneli hissəsinə istədiyimiz qovluğu gətirib bura yerləşdiririk ki, bizə o qovluğa keçmək lazım olanda elə əl-ayağa düşüb onu axtarmayaq da. Əgər elə onu bura yapışdırmışıqsa, rahat şəkildə buradan bastıq, keçdik ora. Bax, yəni biz istəsək bu 2025 mülki müdafiə qovluğunu Pin to Quick Access-ə quşu bassaq, yəni indi bu bir də qovluq pəncərəsinə girək. Bu qovluq pəncərəsində həmin o, bax görürsünüz 2025 mülki müdafiə və görürsünüz gəldi düşdü bura. Yəni indi mənə bu qovluq lazım olanda da əl-ayağa düşüb robot stola getməyəcəm də iş masasına. Elə buradan rahat şəkildə girə biləcəm. Sonra istəsək bu qovluğu baş menyuya, start menyusuna da bərkidə bilərik. Yəni baş menyuya burada gətirib onu burada bərkidə bilərik. Yəni bu hissə. Sonra burada nə edə bilərik? Burada var kompress, yenə də bu qovluğu arxivləşdirmək üçündür. Müxtəlif fayl genişlənmələri ilə, arxiv fayl genişlənmələri ilə. Copy as path, yenə də bu qovluğun yerləşmə ünvanını kopyalamaq üçündür. Properties, bu qovluğun xüsusiyyətlər pəncərəsini açır və bu qovluğun xüsusiyyətlər pəncərəsi də demək olar ki, faylın xüsusiyyətlər pəncərəsi ilə eynidir. Sadəcə burada qovluğun məsələn ikonunu dəyişə bilərik. Necə ki mən burada magistratura qovluğu əvvəl belə görünürdü də bu ikonla. Sadəcə mən dəyişib belə qoymuşam. Məsələn, indi də 2025 mülki müdafiə qovluğunun ikonu budur. Mən misal üçün change icon düyməsinə basıb dəyişib, məsələn mən belə qoya bilərəm. OK bastım, bir də OK və salam. Bu qovluğun bir daha refresh eləyək. Bu qovluğun ikonu gördüyünüz kimi dəyişdi artıq. Ondan sonra Show More Options-a girməklə isə yenə də bax burada zaten Windows 11-ə xas olan yığcam komplektləşdirilmiş kontekst menyuda gördüklərimiz Windows 10 üçün Show More Options-a basanda Windows 10 üçün açılan belə deyək kontekst menyuda da öz əksini tapır. Siz sadəcə tələbələrdə sual yarana bilər ki, müəllim, da Windows 11-dirsə niyə Show More Options-ı basanda Windows 10 üçün də olan belə deyək versiyası açılır? Bilirsiniz niyə açılır? Çünki Windows 11 hələ tezədir. Hələ çox adam Windows 11-ə yeni keçid edib. Axı əl ücə öyrəşib Windows 10 əməliyyat sistemi ilə işləməyə. Ona görə hələ ki bu bənd var. Yəni Show More Options bəndi var ki, axı adamlar Windows 10 əməliyyat sistemi ilə işləməyə öyrəşib. Və Windows 10 əməliyyat sistemində işləməyə öyrəşdiyinə görə olacaq göz yaddaşı ilə bilirlər ki, hansı funksiya məsələn kontekst menyuda hardadır. Ona görə Show More Options-ı basanda kontekst menyunun bir də Windows 10 versiyası da açılır ki, yəni Windows 10-nu tezəlikcə Windows 11-ə dəyişən istifadəçilər burada bir çətinlik yaşamasınlar. O belə. Bu da oldu qovluğun kontekst menyusu haqqında məlumat. Və beləliklə kontekst menyular haqqında da bu qədər. Windows'un növbəti video dərsində isə biz artıq aero interfeyslər haqqında danışacağıq. Windows'un texnologiyaları, qovluq pəncərəsinin elementləri
yəni qovluq pəncərəsinin içini tanışacağıq və tapşırıqlar paneli baş menyu haqqında danışacağıq. Bu video dərsimizi burada yekunlaşdırırıq. Hər birinizə diqqət ayırdığınız üçün təşəkkürümü bildirirəm. Sağ olun.